Məsəl üçün deyirlər ki, tutalım, neçə dənə nur kəlməsi varsa, o qədər də zülmət kəlməsi var. Nə qədər tutalım yaxşı varsa, o qədər pis var. Quranda bu cür simmetriya. Bəzi sözlər var ki, onun təzadı yoxdur, əks tərəfi. Məsələn, qəlb sözünün antonimi yoxdur. Orada əbcəd hesabı ilə 132 deyil, 132 dəfə işlənilir. Bunlar nə üçün idi? Ki, müdaxilə olmasın deyə. Qurana müdaxilə olsa, o simmetriya pozulacaq. Və Quranın əzbərlənməyi tövsiyə olunur, rahat olsun deyə qafiyələrdəndir. Ki, qafiyələrlə olanda, bəhirdə olanda, məktəbdə də şeiri deyirlər əzbərlə, amma hekayəni deyirlər məzmununu danış. Şeiri əzbərləmək asandır, hekayəni əzbərləmək çətindir. Şeiri niyə asandır? Çünki nəzm var orada, nizam-intizam var, bəhir var və yaxud heca, sayı, düzgün sayılar var və qafiyələr var, o daha rahatdır. Daha rahat dildə nazil eləyir Allah Teala, amma bu şərtlə ki, mövzular dərindir. Rahat dillə dərin mövzu. Nizami Gəncəvi niyə görə dahidir? Sirlər xəzinəsi ki, yoxdur, sirlər xəzinəsi.